Salamlayırıq bütün dinləyicilərimizi Dalğa FM radiosuna. Xoş gəlmisiniz. 92.5 dalğasında bizi dinləyirsiniz. Onlayn dinləyə bilərsiniz dalğafm.az saytından. Düz 11:10 dəqiqəni göstərir Bakı vaxtı ilə saat və hava da çox gözəl, əhvalımız da çox gözəldir. Çünki uzun illərdən bəri sənətinə, yaradıcılığına, musiqisinə, özünə rəğbət bəslədiyim və çoxdandır görüşmədiyim bir xanım bəstəkarla bugün üzbəüz, üz-üzə əyləşmişəm. Əslində o qədər xatirələr var, o qədər söhbətlər var. Yaradıcılığı o qədər çox şaxəlidir ki, mənim uşaqlığım belə deyim, yeniyetməli idi. Daha dəqiq olar ki desəm. Və ümumiyyətlə Azərbaycan uşaq yaradıcılığına, musiqisinə və ümumiyyətlə bəstəkarlıq məktəbində də öz töhfələri ilə seçilən bəstəkar Məryəm Əlibəyli bugün bizimlədir. Xoş gəlmisiniz. Salam Sevinç, salam Dalğa FM, salam Bakı, salam vətən. Əleyküm salam. Necəsiniz əzizim? Təşəkkür eləyirəm. Yaxşıyam. Hamı kimi yaradıcı olan hər bir insan kimi yaradıcılıqla məşğul oluram. Necə olacam? Hal-hazırda Qaçaqovdur. İyunun 1-i ərəfəsidir. Bu yaxınlarda daha böyük bir proyekt vardı. Onu təhvil verdim. Ondan sonra danışarıq sizinlə. Yəni yaradıcı adam nədir? Yaradıcı mühitin içində necə olur? Qaçır, qovur, yaradır, fikirləşir. Eyni zamanda məişət qayğıları, eyni zamanda görüşlər və s. Bəli. Və ələxüsusda özünüz də vurğuladığınız kimi iyunun 1-i uşaqların beynəlxalq müdafiəsi günü ərəfəsində daha çox sizi belə deyək də məşğul edirlər. Tapmaq olmur. Ona görə biz düşündük ki, elə may ayında görüşək Məryəm xanımla. Əslində mahnılar da var. Uşaqlar üçün də yeni mahnılar var. Uşaqların özlərinin də oxuduğu. Veriliş boyunca biz danışacağıq. Estradamızın ən populyar sənət adamları ilə uzun illərdir ki, siz çalışmısınız. Bugün də çalışırsınız. Bağlantılarımız da olacaq. Əlbəttə ki, Uğurlu Yaradıcılıq Birliyindən danışırıqsa, burada vəhdət təşkil edir ki, əlbəttə mütləq ki, şair, bəstəkar və müğənni. Bu bir tandem uğurlu alınmalıdır ki, əlbəttə ki, sonuçta o əsər də, o mahnı da uğurlu olsun və illərlə yaşasın. Musiqimizə çox uzun illər böyük töhfələr vermişsiniz Məryəm xanım. İstər uşaq qrupları olsun, istər yadımdadır o NM qrupu var idi. Gənclərdən ibarət. Bəli, Xəyali Manaflının da belə deyək də. O da böyük bir proyektdir. İndiyə kimi də o fəaliyyətdə göstərir. Hələ də biz bəli bir brendə çevirməyi bacarmısınız. Necə düşünürsünüz? Bugünkü musiqi industriyamızda qruplar da sanki azalır. Uşaq qrupları da azalıb, yəni belə deyək, yox dərəcəsindədir. Necə dəyərləndirirsiniz bugünkü tendensiyaları? Düşünürəm ki, hər şey inkişafa doğru getməlidir. Amma hansısa məqamlar var ki, həqiqətən də bax o azlıq bu uşaq qruplarının ümumiyyətlə uşaqlarla bağlı bir çox məqamlar, boşluqlar var ki, baxırsan ki, bütün uşaqlar rəsmə gedir, akrobatikaya gedir, gimnastikaya gedir, xor dərnəyinə gedir, amma ortalıqda olan nəticə hansı ki, yadda qalsın, düz deyə uğurlarımız hər zaman var. Yəni istedadlı xalqıq, balalarımız da istedadlıdır. Yalnız tutalım elə bir dənə götürsək ki, bax bu sahəni ki, uşaq qrupları, uşaq solo ifaçıları var, müsabiqələr də var, amma üzə çıxıb, məsələn, onun ardınca getmək. Davam etdirən yoxdur. Məsələn, mənə maraqlıdır, biz niyə görə indiyə kimi uşaq Eurovision'ında ən birinci yeri tutmamışıq? Niyə tutmamışıq? Nədir səbəb? İstedadlarımız yoxdur, var. Mənə elə gəlir ki, daha maraqlı, daha ciddi, daha fərqli məşğul olmaq lazımdır. Bu sahədə bəli, mənim məşğul olduğum uşaq qrupları demək olar ki, Azərbaycanda yox dərəcəsindədir ki, hansı ki, o qrupların biri ilə, ikisi ilə mən məşğul oluram. Bu Günəş qrupudur hal-hazırda və bildiyiniz kimi məşhur, belə rusların bir əfsanəvi deyək də, Canbala qrupu var idi ki, indiyə kimi sevilir, tanınır. Bu sözü ilk dəfədə işlədirəm, amma ürəklə işlədirəm. Çünki gördüm ki, hələ də unudulmur, hələ də sevilir.
sevilir. Hələ də mahnılarından istifadə edirlər. Onların girib YouTube kanalına mahnılarını götürüb demək olar ki, bütün əyləncə mərkəzləri, yaradıcılıq mərkəzləri, uşaq bağçaları, məktəblər istifadə edirlər. Əlbəttə. Can Bala qrupundan söhbət gedir. Bəli, və o can balalar böyüyüblər. 30, 29, 28, 27 yaşında uşaqlardılar. Bəziləri ilə arada görüşürəm. Biri öz oğlumdur. Hansı ki, rənglənmiş tarix səhifəsi vardı. Məşhur ağ-qara köhnə şəkillər rəngləyirdi. Ölkəmizin, şəhərimizin küçələrini, mötəbər insanlarımızı, ziyalılarımızı. Tural Hüseyn, hamı tanıyır onu. Bir də gördüm, hətta məni unudurlar, onu daha çox tanıyırlar. Yəni bu sevindirir sözsüz ki. Və bərpa etmisiniz Can Bala qrupunu. Can Bala qrupunu bərpa etmişəm, bəli. Bəli, Çünki bu bir gördüm hamı sevindirici məndən xəbərdir. onu soruşur. Hamı məni görəndə onların mahnısını oxuyur. Mən düşünürəm ki, o vaxtı Can Balanı yaradanda ilk proyekti, ilk təcrübə idi. Onların 5, 6, 7, 8 yaşları vardı. İndikilərin 4, 3 yaşında da olan vardı. Hə, vay, 4, 5 vay. adlılar, Allah lap balacadılar. saxlasın. Amma bunların təcrübəsi var. Hardansa baxıb nəsə öyrənməyə. Məndən öyrənirlər. Eyni zamanda efirdə onların videoları, yəni bir var ki, Artıq ilk başlarda sıfırdan bilmirsən. başlama, Bəli, Biri də var artıq özündən qabaq o pionerləri belə də görüblər. Artıq böyük bir elə bir etap mərhələ keçmişik ki, uşaqlar o mahnıları görürlər, eşidirlər, böyüklər də, kiçiklər də baxıb nədənsə vəsait kimi öyrənə bilirlər. Bəli. Ki pop qrup necə olar, uşaq pop qrupu necə olarsa, həmin o vəsait var. Bunlar da onlardan baxıb öyrənirlər. Bax, bərpa etmisiniz. Bu gün 1 iyun günündən əlavə maraq, tələbat, sorğu varmı? Bax, həmin qrupa məsələn müraciətlər olurmu? Bəli, bəli. Ardıcıl olaraq valideynlər axtarırlar, tapırlar. Orada uşaq var ki, çox zəifdir, musiqi duymu və yaxud da ki, hələ dil qabiliyyəti tam açılmayıb. Onların arasında da belə valideynlər olur ki, istəyirlər, çox istəyirlər. Mən belə bir şey deyim də Sevinç xanım sizə. Mənim gördüyüm iş, gedim istedadlı uşağı tapım, gətirim, onu öyrədim, onunla o məşhurlaşsın, mən biraz da adımın üstünə ad gəlsin. Bu deyil mənim fikrim. Məndə fabrikadır. Mən bacarıqlı da, bacarıqlı olmayan uşağı da əgər istəyirsə, imkan şərait yaradıram ki, o zövqü alsın. Və həmin uşaqları inkişaf elətdirirəm. Yaradırsınız yəni. Hə. Yəni yorulsam da, çətin olsa da, bu çətin yol Bu olsa artıq da. sizin işinizdir. Bilirsiniz ki, bunu necə etmək lazımdır. Yəni heç sıfırdan uşağı Bəli, və sonda mənim məqsədim nədir? Hər hansı bir Azərbaycanlı uşağa, balasına Bəli. xidmət eləyim. Onun ailəsi sevinsin. O gələcəyi də bilmirsə nə o uşaqdan nə çıxacaq. Bəli. Burada ona təkan verərsən bu zəif uşağa, bu bacarıqsız uşağa, musiqi duyumu zəif olan uşağa. Bilmirsən o sonra inkişaf eləyib, o haralara qədər gedib çıxa bilər və sənin burada əməyin olacaq. Əlbəttə ki, istedadlı uşaq gələndə də ona da hər bir şərait yaradılır təbii ki. Yəni deməyim budur ki, burada mən o marağı güdmürəm ki, yox ancaq güclü uşaqları götürüm, elə bir iş görüm, onunla işləmək əlbəttə ki, çox asandır və rahatdır. Siz daha çətin yolu seçmişsiniz. Hər zaman bu enəmdən də belə olur. Bəli. Ümumiyyətlə uşaqlarla işləmək etiraf edək ki, çətindir, bu məsuliyyətlidir, amma eyni zamanda əlbəttə ki, böyük bir şərəfdir, böyük bir sevgi və sevincdir. Amma mən sizə bir şey də deyim ki, hamı bu sualı verir mənə. Çox adam bu sualı verir ki, səndə səbr var, səndə hövsələ var. Sən necə bacarırsan? Bu uşaqlarla işləmək çətindir. Deyirəm, çətin deyil. Çətin deyil. Heç bir uşaqla, ən ərköyün, ən kaprizli, ən çətin xasiyyətli uşaqla işləmək çətin deyil. İndi valideynlərlə çətin işləmək. Amma mənim bir xasiyyətim var. Mən hər bir valideynlə qarşılaşanda öz şərtimi deyirəm. Deyirəm ki, heç bir uşaqla işləmək problem deyil. Yetər ki, valideyn səni başa düşsün. Məsuliyyətli olsun, ciddi yanaşsın. Bu işə uşaq əyləncəyə qədər kimi baxmasın. Vaxtında gətirsin, vaxtında aparsın. Sizdən kiçik bir şey xahiş olunur ki, uşaqlara şeirləri öyrənməyində kömək eləyin ki, bizim dərs zamanı
məhz şeirlərin öyrənməyinə böyük Vaxt hissə vaxtımız getməsin, getməsin. bəli. Onsuz da şeirləri öyrənirik, Bəli. musiqini öyrənirik. Orada çox işimiz var. Səhnə hərəkətləri, mimikalar və s. Bu baxımdan, yəni uşaqlarla heç bir problem yoxdur. Həqiqətən də hər bir uşaq mənim qısa bir müddətdə dostuma çevrilir. Mənim bir tələbəm var. Mən onların hamısına tələbə deyirəm, şagird demirəm. Çünki akademiya kimi bir yerdə uşaqlarla biz çox iş görürük də. Yəni deyirəm ki, məktəb fokusundan çıxsınlar, dincəlsinlər, həm də bəli. öyrənsinlər və yaradıcılıqla məşğul olsunlar. Deməli uşaqlardan biri anasına gedirdir ki, Polad Qəhrəmanov belə bir adda, soyadda uşaq var. Deməli anasına deyir ki, səndən xahiş eləyirəm. Deməli onun neçə yaşı var? 7-8 yaşı, 8 yaş olmayıb. Səndən xahiş edirəm. Məni, bizim dərslərimiz bazar günləri olur. Məni bazar günü heç bir əyləncəyə, heç bir gəzməyə, qohuma, nə bilim harasa, Qonağa kinoya aparmayasın. aparma. Nə Mən gözəl. Məryəm xanımın dərsinə Bəli. qalmaq istəyirəm. Ən gözəl istirahət də, ən gözəl maariflənmə də elə məsələ bax bu cür yaradıcı mühitdir. Bəli. Uşaqları düzgün həm də tərbiyələndirməkdə burada ustadlarla, müəllimlərlə, yaradıcı insanlarla əl-ələ verib dəstək olmaq lazımdır. Bəli. Biz Məryəm xanım bir maraqlı məqama toxunacağıq ki, Məryəm Əlibəli deyəndə hər zaman bizim uşaqlar qrupu, daha sonra mahnılar yada düşür. Amma Məryəm Əlibəli həm də bir şairədir, bəstəkar şairə. Çünki əslində bildiyimə görə Məryəm xanım ilk şeirlərlə başlamısınız. Bəli. Sevinç xanım, əvvəla böyük ehtiramla bütün şairlərimizi, yazıçılarımızı Bəli. salamlayıram. Mən şairə deyiləm, amma uşaqlıqdan, yəni ilk dəfədir mənə bu söz deyirlər. Yəni özüm də elə bir marağım yoxdur ki, özümü şair kimi hiss eləyim, Amma görün. o qədər məşhur mahnıların söz müəllifisiz. Bəli. Bəli. Bunların içində Röya kimi var, məşhur mahnı, İlqar Xəyalın Mələyimi var. Özümün bir çox Səni itirəndən, Əlvida, Manananın oxuduğu Əlvida, Azərinin Hit mahnıların söz müəllifisiz. Bəli və amma çox maraqlıdır ki, ilk yaradıcılığa başlamışam hekayələrlə. 5-6 faciəvi hekayələrim var. 11-12 yaşım olanda. Daha sonralar şeirlər yazmağa başlamışam, lirik şeirlər. Bəli. Daha sonra mahnılarla başlamışam və bu mahnılar lirik mahnılardan keçib hərbi mahnılara, hərbi mahnılardan yenə lirik mahnılara, sonra keçib artıq uşaq mahnılarına, kino musiqisi, teatr musiqisi, instrumental pyeslər və s. Danışacağıq bunlardan da yer gəlmiş ki, bu yaxınlarda da maraqlı bir filmin siz musiqi müəllifisiz, onun da təqdimatı oldu. Bu haqqda danışacağıq. Amma bax o istedad, yəni insan bir dəfə deyir o qələmə aldı, yazdısa, o artıq onunla bir ömür boyu gedəcək. Bu gün də var o cizmaqaralarınız belə deyək də, bəlkə də ki, kimlərəsə göstərmədiyiniz, oxumadığınız, amma bu gün bizim üçün Məryəm xanım şeirlərindən, bəlkə şeylərinizdən yada salaq. Məmnuniyyətlə oxuyaram sizin üçün bir-iki şeirimi. Bax, yaxın zamanlarda bizim 28 mayımız gəlir. Bəli, müstəqillik. Azərbaycanımız müstəqilliyi günü və istəyərdim sizə çox qəribə bir anı xatırladım. Deməli, 2-ci Qarabağ müharibəsindən əvvəl, 7 il əvvəl çox darıxırdım və oturub belə bir şeir yazdım. İndi siz onu görən, dinlədikdə başa düşəcəksiniz ki, bu necə olub ki, artıq hamı gözləməkdən yorulanda, torpaqların qayıtmasından ümidsizləşənlər çoxalanda mən belə bir şeir yazmışdım ki, bir ovuc torpağı basıb bağrıma, and içib uğrunda ölərəm, inan. Düşmən pəncəsindən xilasın isə ən böyük arzumdur ey Azərbaycan. Çiçəklər qoynunda yaşamaq gözəl, səndən gül qoxusu gəlir vətənim. Sənə bir borcum var, Qarabağ üçün, düşmənlə üzləşən var bir səfərim. Ay, çox
təsirli. Bəli. Özüm İçdən gələn sözlərdir də. bilirsiniz, Borc nəyə bildiniz özünüzə təəccüblənirəm? bunu, Bu necə bəli. olub ki, mən 7 il əvvəl belə ümidlə, belə sevgi ilə, belə gözləyə deyirəm ki, sənə bir borcum var Qarabağ üçün, düşmənlə üzləşən var bir səfərim. Yəni özüm bunu arxivimdən tapanda dedim, mən bunu yazmışam və həmin 20-ci ildə bu sevgini, bu gözəlliyi, bu Bəli. fəxr hissini yaşadıq. Çox sağ olsun Çox vətənim, şükür. ordumuz, Bəli, var olsun dövlətimiz, rəhbərimiz, bəli, dövlət sərkərdəmiz. başçımız və Azərbaycan ordusu. Elə igidlərin o bugünkü o Qarabağımızı yenidən bizə qaytaran həmin o igidlər də zamanında o balaca oğlanlar, balaca igidlər idi ki, elə istər Canbala qrupunda da var idilər. Onlar o vətənpərvərlik mahnıları, o qrupların uşaqlıqdan formalaşan vətənə olan o sevgini, vətənə olan o borcu həm də elə sizin o mahnılarınızla da böyüyüblər. Mütləq, yəni xüsusi mahnılar yazılıb ki, Bəli. uşaqlar məsəl üçün 30 nəfər tələbəmi 5 yaşından 13-14 yaşına kimi olan tələbələrimi yığıb vətənin əsgərləri üçün onlar bir mahnı oxudular. Onun klipini də çəkdik. Bəli. Vətənin əsgəri, mənim əsgərim sözləri Mərhəməd Mehdiyevindir. Uşaqların hamısı əsgər formasında, Bəli, bəli. çəkmələrdə, Elə bunun özü kəmərlərdə. nəyə dəyirsən dəyər. Yəni onun Bəli, özü mütləq. o həm də tərbiyələndirmək bir Elə amalımız missiyası budur. daşıyır. Belə olmalıdır Bəli. da. Elə belə olmalıdır. Uşaqlara öyrətməliyik, sevdirməliyik və onların xəyalında həmin o eşqləri biz yaratmalıyıq. Onlar bilməlidirlər vətən sevgi ancaq ana deyil, Bəli, yeməyə olan sevgi bəli. deyil. Ana dostlar. vətəndir, bəli. Vətənə olan sevgidir əlbəttə ki. Bu məsəl üçün bir kiçik bir şeir də sizin Aha, üçün istəyərdiniz buyurun, oxuyun. eşidək. Bunun özü də maraqlı bir mövzudur. Yadınıza gəlir də iti qovan pualarımız var idi Aha. bizim. Bu nadir bir mövzudur. Bax belə bir o zaman elə müharibə dövründə, o 44 günlük müharibənin içində belə bir sona yaxın, qələbəyə yaxın belə bir şeir yazdım. İgidim uç səmada, gəz dolan uç səmada. Sənə göylər yaraşır, yerə emmə məbada. Sən qolunu aç da süz. Gecə, səhər, həm gündüz, aman vermə düşmənə. Onlar namərd və üssüz. Cəsurum, zərbə vur sən. İti qov, zərbə vur sən. Yurdumun səmasında sən vətənə gərəksən. Buludlardan tor hördün, səni şahin tək gördüm. Qismət oldu qələbə, qanadlarından öpdüm. Ay, bəli. Təşəkkür edirik, var olasınız Sağ olun. Məryəm xanım. Yeri gəlmişkən tarixi mövzu dedikdə bu yaxınlarda bir maraqlı bir film də çəkildi. Orada bir Bəli. musiqi bəstələdiniz. Biz qayıdacağıq, həmin mövzuya qayıdacağıq. Amma bu arada istərdim elə bəstəkar qonaqdırsa, bəstəkarın musiqisi də səslənməlidir. Dalğa FM-də bir səsi gəlməlidir o musiqinin, o melodiyaların, musiqilərin. Xəyali Manaflığın bayaq adını çəkdik. Onun da əlbəttə ki, o da bir maraqlı bir proyekt idi zamanında. Ürəyimdə sözüm var. O ifa etmişdiniz. Musiqisi Bu mahnının tarixçəsindən Aha, sizə bir şey deyin. deyim. 20 yaşım olanda bu mahnını yazmışdım. Xəyalə də 20 yaşına çatanda bu mahnını oxumuşdu. maraqlı bir Həmən xoş, ümumiyyətlə təsadüf, yaradıcılıq taleyimdə mistika. belə qəribə şeylər çoxdur. Faktlar Bəli, çoxdur. bəli. 10-20 yaş olanda oxuyub bunu. Və demək burada həm də qeyd olunub ki, klipi də 2006-da, yəni 20 il bundan əvvəl. Bəli, bəli. Burada da bir 20 var. 20 il bundan əvvəl. Görürsüz. Bəli, biz davam edirik. Yeni qoşulanları da salamlayırıq. Sənətin səsində bu gün bəstəkar Məryəm Əlibəyli bizimlədir. Və az öncə elə Məryəm xanımın qələminə məxsus bir mahnını dinlədik. İllər əvvələ qaytardıq. Ümumiyyətlə insanı o illərə qaytaran, o həmin illəri yenidən yaşamağa sövq edən sözsüz ki, musiqi olur. O mahnılar olur ki, o xatirələri bizə yada salır. İndi isə bir telefon bağlantımız var. Bayaqdan demişdik ki, bir Məryəm xanımla danışacaq. Bir neçə mövzularımız var, bağlantılarımız var və elə sizin mahnılarınızdan danışarkən son zamanlar həm də çox sevilən mahnılardan biri də elə günə baxandır. Məhz bizim əzizimiz, sevilən müğənnimiz Elnarənin oxuduğu. Elə hazırda elə Elnarə də telefon bağlantısındadır. Hər vaxtınız xeyir olsun. Hər vaxtımız xeyir olsun
benim ruh əkizlərim. Salam, salam. Hətta mən bildiyimə görə eyni gündə Məryəm xanımla eyni ayda doğulmusunuz, amma illər fərqi var. Bəli, bəli. Eynidir, 12 yaş fərqi. 12 yaş fərqi. Eyni ildə, eyni aydanıq, yəni tamamilə eyni adamlar. Gözəl xanım, salam, eşqlər. Xoşdur sizi eşitmək, xoşdur sizi Məryəm duymaq. xanım, Çox sağ ol. sizə çox xoşdur efirlərdə görmək. Qarşılıqlı əzizim, qarşılıqlıdır, xoş gəlmişsin. Şəkər, musiqiçi, bəstəkar, söz yazarı, prodüser. Bəli. Həqiqətən də ehtiyac var, yəni. Sizin kimi sənətkarlara bugünkü gündə bütün efirlərdə, radio dalğalarında, televiziya. Çox sağ ol mənim günə baxanım. Doğrudan da bizim günə baxanımızdır da Elnarə. bəli. Elə işıq göstərəndir həm də. Çünki Bəli. onun da bugün öz tələbələri var. Necə ki, burada da oxşarlığınız var. Bəli, burada da. Çünki çox xasiyyətlərimiz Tərəzi bürcündə varlar. yaxındır, bəli, bəli. Bu il son illərdə ən belə uğurlu layihələrinizdə, uğurlu mahnılarınızdan biri oldu. Elnarə günə baxan. Mənə də elə gəlir. Ona görə də ayrıca təşəkkürlər Məryəm xanıma və bizim ilk mahnımız Darıqsan olur. Darıqsan əgər, bəli. Bəli. Darıqsan əgər. O da çox sevildi zamanında. İndi də sevilir. Bəli. İndi də dinlənir, sevilir. Aha. Zamanında da çox sevilmişdi. İndi də onun yerini günə baxan aldı. Bəli, indi estafeti verib bu mahnıya. Elə biz də indi həmin mahnıyla bizim dalğamızda, bizim radio dalğamızda efirimizi davam etdirəcək. O pozitivliyə görə sizə təşəkkür edirik ki, doğrudan da pozitivlik yarada bilmisiniz. Mən təşəkkür edirəm. Çox sağ olun. Mən elə düşünürəm ki, günə baxan ruhlu mahnını Elnarədən yaxşı heç kim oxuya bilməzdi. Məhz o ünvanına düz çatdırılıb o mahnı. Düzgün seçmisiniz, bəli, seçiminiz düzgün oldu. Təşəkkürlər. Var Çox sağ olun, təşəkkür edirik Elnarə. Çox sağ olun efirə qoşulduğunuz üçün. Elə hazırda elə Elnarənin ifası ilə düşünürəm bir pozitivlik də gələcək. Elə səhər-səhər elə hava da çox gözəldir. Bir günə baxanlara da ehtiyacı var. Və bir neçə ildir əslində artıq mahnı radio dalğalarında səslənir, bizdə də səslənir və günə baxan deyəndə həm də bu uşaq mövzusu da sanki belə deyək də insanın gözünün önünə gəlir ki, bir Elnarənin özü də maşallah çox uşaqlı anadır, özü də uşaqlarla işləyir. Əslində bu mahnı qızın oğlana, oğlanın qıza olan, oğlanın qızı olan sevgisidir. Deyir, ax sən günəşsən, mən günə baxan. Elnarə burada özünün evladına olan, uşaqlarına olan sevgisini düz qeyd etdi ki, qatqısını qatıb, bu gözəl, bu pozitiv, bu maraqlı, qeyri-adi yanaşması olan bu mahnının sözlərinə görə Saatlıdan olan yazar bir oğlan var, Mərhəmət Mehdiyev. O mənim 2 mahnımın sözünün müəllifidir. Mən çox nadir hallarda kiməsə digər şeirlərə müraciət eləyirəm. Əgər şeir məni çox tutarsa, bəli, demək ki, çəkib sizi. Bəli, biz də burada oxuyurduq. Məryəm xanımla birlikdə günə baxan Elnarənin ifasında səsləndi. Vaxtımız daralır. Bizim növbəti bir bağlantımız da olacaq sırada. Amma mən öncə isə Məryəm xanım daha bir iri həcmli bir layihə, bir maraqlı bir film təqdim olundu. Əslində deyirlər burada mövzu yeniyetmələr üçün, amma düşünürəm ki, hər bir vətəndaş bu filmi həm də izləməlidir və maariflənməlidir. İstərdim bu film haqqında və bu filmin musiqi müəllifi olaraq siz danışasınız. Söhbət başa düşdüm ki, Akinak filmindən gedir, hansı ki hal-hazırda bütün kinoteatrlarda tamaşaçılarımız bu filmi seyr edə bilərlər. Rejissoru mənim əzizim, mənim ürəyimin rejissoru olan Elxan Cəfərovdur. Onu salamlayıram mən də. Layihə rəhbəri Günay Rəhimova tərəfindən bu təklif mənə gələndə təmənnasız olaraq sevərək dedim ki,
mən bu filmi sizinlə məmnuniyyətlə işləyərəm. Çünki içində mənə doğma olan bütün hisslər vardı. Əvvəla rejissorun özü mənə çox doğma insan idi. Uşaqlıqdan onu izləyirdim, onun filmlərini aktyor kimi çəkiləndə, sonra rejissor kimi çəkdiyi işlərə baxırdım. Eyni zamanda filmin içində vətənpərvərlik mövzusu var, uşaq mövzusu var. Hamısı sizə yaxın. Bəli, o sevgi, dostluq, qəhrəmanlıq, bütün bunlar hamısı mənə yaxın mövzular idi və düşünürəm ki, uzun illərdən sonra belə möhtəşəm, iri həcmli, içində döyüş səhnələri olan, gözəl o vətənin təbiətini göstərən, qəhrəmanlıq mövzusu, sonra o vətənə bağlılıq, məsuliyyət, eyni zamanda tilsim, sehir, qara qüvvələr, bunlarla mübarizə, o sərkərdənin, tayfa başçısının, şahın uşaqlara o verdiyi tapşırıq, öz oğluna verdiyi tapşırıq ki, vətəni qorumaq üçün sən gedib Akinak adlı bu sehirli qılıncı tapıb gətirməlisən ki, bu bizim döyüş zamanı bizə qüvvət versin, güc versin. Bütün bu şeylər filmin içində. Həm də bunu musiqi ilə daha da təsirli etmək. Bəli. Bu yəni kino musiqisi ümumiyyətlə çox böyük faktordur. Kinoya böyük təkan verən, onu emosionallaşdıran, onu daha da o hisslərini coşduran, o filmə baxanda daha da təsirləndirən bir musiqidir və mənim məsuliyyətim bu idi ki, əsas məsuliyyətim. Sənin ixtiyarın yoxdur ki, Tofiq Quliyev kimi, Polad Bülbüloğlu kimi, Emin Sabitoğlu kimi, Qara Qarayev kimi və s. Akşin Əlizadə, Xəyyam Əlizadə, yəni bu kino bəstəkar musiqilər ki yazıblar, bunlardan sonra belə bir tarixi filmə bilirsiniz hansı əsrdən gedir söhbət? Bizim eradan əvvəl 8-ci əsrə təsadüf edən işquz tayfalarından gedir söhbət. Yəni sən burada hər şeyi bir kənara qoyub ancaq məsuliyyətlə bu işi görməliydin ki, bu da tarixə düşəcək bir film olacaq. Təbrik edirik sizi. Həm bir daha İlham Cəfərovu da və ümumiyyətlə bütün heyəti, bütün tərkib bu filmi yaranmasında əməyi olan insanlara və kinoteatrlarda film yayımlanmaqdadır və mütləq hər birimiz gedib izləməliyik. Daha bir qüvvə həm də odur ki, bu sözdür. Deməli, sözün də qüdrəti, sözün də böyük qüvvəsi var və elə sözdən söz düşmüşkən elə uşaq yazıcısı sizinlə uzun illər birgə çalışan və ümumiyyətlə bu uşaq ədəbiyyatında bir publisist kimi, bir yazar kimi, bir tərcüməçi kimi bizim uşaq yazıcısı Sevinç Nur qızının çox böyük rolu, çox böyük töhfələri var. Hazırda o bizi dinləyir bayaqdan telefon xəttində. Hər vaxt Salamlayıram Sevinç xanımı. Salam Məryəm xanım, salam hörmətli dinləyicilər. Necəsiniz? Maraqlı söhbətiniz var, sağ olun. Sizi eşitmək çox xoşdur. Əslində bu maraqlı söhbətdə elə sizi də istərdik maraqlı fikirlərinizi alaq. Çünki Məryəm xanımın da elə bir neçə mahnının söz müəllifi olaraq siz və ümumiyyətlə bir uğurlu işbirliyi və bu mövzuda, uşaq mövzusunda bir vəhdət yaratmaq, bir uğur qazanmaq üçün önəmli olan əlbəttə ki, xüsusiyyətlər var, cəhətlər var ki, o nədir? İstərdik sizdən eşidək, Sevinç xanım. Məryəm xanım salamlayıram. Məryəm xanımla salam əzizim, salam mənim. Çox sevdiyim insandır. Həm sənətinə, həm şəxsiyyətinə hörmət edədiyim insandır. Qarşılıqlıdır Sevinç xanım. Qeyd edeyim ki, Məryəm xanım müasir uşaq musiqisinin əsasını qoyanlardandır. Yəni, onun Canbala qrupunun mən həmişə heyranı olmuşam və öz verilişlərində də sevə-sevə qonağım olub dəvət eləmişəm. Məryəm xanımla həmişə işləmək xoşdur. Bax, indi də bayaqdan söhbətinizi dinləyirəm və düşünürəm ki, müasirliyə belə imza atan bir insanın belə tarixi filmdə bəstəkar kimi çıxış eləməyi möhtəşəmdir. Yəni ki, o hər iki, həm müasirliyi, həm tarixi bir arada birləşdirə bilər. Mən əminəm ki, çox gözəl bir iş alınıbdır. Mən təbrik edirəm Məryəm xanımı və bizim uşaq dinləyicilərini, uşaq seyirciləri təbrik edirəm ki, belə bir insanın işbirliyi ilə ərsəyə gələn filmin izləyicisi olacaqlar. Mən də sevə-sevə baxacam filmə.
Mütləq baxmalıyıq. Böyük uğurlar arzulayıram. Sevinərdim Sevinç xanım. Filmə baxıb fikrinizi bilmək. Mütləq baxacağam. Təşəkkür edirik. Çox sağ olun Sevinç xanım. Siz sağ olun, sizə uğurlar arzulayıram. Minnətdarıq, var olasınız. Sevinç Nurqızının da ümumiyyətlə uşaq ədəbiyyatında çox böyük işləri var. Çox, Uzun çox. illərdir bu sahədə usanmadan bir var insan başlayır, daha sonra mövzusunu Sevinç xanım çox dəyişir. gözəl uşaqları Bəli. o duymaq qabiliyyəti var. Səsində də var o belə deyək ki, Bəli, gənclik bəli, çağı, o bəli. uşaqlarla işləyən insan ümumiyyətlə hər zaman Uşaqlaşır. Bəli, uşaqlaşır, cavan qalır. Bu sizə Bəli, də aiddir bəli. Məryəm xanım. Təşəkkür. Bu gün deyərdim ki, Azərbaycan musiqisinin həm bəstəkarlıq məktəbinin səsi, həm bizim gəncliyimizin səsi, uşaqlarımızın səsi və ümumiyyətlə bu gün həm də kinomuzun da səsi. Bəstəkar Məryəm Əliməli bizimlə idi. Çox təşəkkür edirəm. Bir çox layihələr var, bir çox şirkətlər var, nə bilim, yaradıcı insanlar var. Onlarla mütəmadi olaraq sizin işbirlikləriniz olur, ərsəyə gəlir maraqlı layihələr və son illərdə ən yadda qalan və sizin özünüzə də təsir edən, sizi özünüzü də duyğulandıran daha nələr, hansı musiqini deyə bilərsiniz ki, sizin üçün də özəldir, sizin üçün Çox də önəmlidir. bir maraqlı iş gördük. Kəmalə Ağazadənin uşaq sığınacağı üçün bir himn yazıldı. Təklif onlardan gəldi. Mən bunu sevə-sevə etdim və mənəvi borcum idi. Mənim və Özgə uşağı olmur adlı bir mahnı Nə gözəl bəstələndi. söz, bəli. Onların uşaqlar onu daima bütün tədbirlərdə oxuyurlar. Oxuyurlar uşaqlar. Bəli, onların özlərinə Ay, öyrətdim. möhtəşəm. Oradakı uşaqlara özləri oxuyurlar. Səhnə quruluşunu da verdim. Səs yazmaya da getdilər. Maraqlı idi onlar üçün və onların vizit kartı kimidir. Bütün tədbirlərində o musiqini qoyurlar və çox təsirli bir mahnıdır. Sözləri də, musiqisi də və sevinirəm ki, yaxşı işlər görməyə o imza atırıq imkan daxilində. Lazımdır, Və bunlar da bu lazımdır. sonuncu ən sonuncu yazdığım uşaqlarla bağlı mahnı isə Aybala adında mahnıdır. Aha. Bunu Günəş Pop qrupu oxuyur. Çox məzəli, çox maraqlı uşaqların sevəcəyi bir mövzudur. Uşaqlar öz yaşıdları olan tənbəl, şuluq, o aradan çıxıb iş görmək istəməyən, ciblərinə konfet dolduran Bəli. bir uşağı tənbih eləyirlər ki, Bala. ay bala, belə olmaz, yaramazlıq eləyirsən, Nə səninə gözəl. çoxlu adlar qoşulub, yaramaz və boşboğaz, bax belə bir uşaqlar Elə bir sevə-sevə iyun oxuyurlar. uşaqların beynəlxalq müdafiəsi günü ərəfəsində düşünürəm ki, gözəl bir töhfədir. Bəli, uşaqlar bu mahnını dinləyəcəklər, Elə həmin eşidəcəklər. günlər ərəfəsində biz də Dalğa FM radiosu olaraq sevə-sevə səsləndirərik Günəş qrupunun Günəş qrupu ifasında. oxuyacaq Can bunu, Bala da bəli. yenidən canlanıb. Yenidən Bəli, orada Can yeni Balalar. xəbərimiz var. Yeni xəbər budur, həm də sevindirici ki, yeni üzvlərlə, yeni şirin şəkər balalarla, hətta oğullar da var idi yadımdadır sizdə. Noğullar, dostlar, gülən Bəli. notlar. Allah qorusun bütün uşaqları. Allah sizi qorusun Məryəm xanım. Var Çox sağ olasınız. olun, Uzun illər bu minnətdaram, qarşılıqlıdır. sahəyə. Bu çox önəmli, hər birimiz üçün çox önəmli bir mövzu. Yəni, amma Uşaqlar, bu mövzu ki, uşaq sahəsi, uşaq Bəli. mahnısı, uşaq şeiri, bu daha həssas məqamdır ki, Əlbəttə. bununla çox adam məşğul olmalıdır. Bəli, Əslində bəli. mən meydanda tək qalmamalıyam. İnşallah ki, yeni töhfələrimiz olacaq və uşaqlara öz sahəmdə arzum budur ki, tezliklə Azərbaycan uşaq Eurovision'ında birinci yeri qalib olsun. İnşallah elə Avroviziya mahnı müsabiqəsinin özündə də böyüklər üçün də elə biz arzu edək ki, artıq uğurlu çıxışlarımız olsun. Elə uşaq Avroviziya müsabiqəsində də. Çox təşəkkür edirəm Məryəm xanım. Var olasınız. Mən də sizə Minnətdaram təşəkkür sizə. edirəm. Bugünkü verilişimizi də bütünlüklə Dalğa FM radiosunun və Mədəniyyət Nazirliyinin YouTube kanalından günün sonunda izləyə bilərsiniz və yekunlaşdırırıq bu saatımızı yenidən Məryəm xanımın musiqisi ilə və sonda ifa səslənməkdədir. Dalğa FM-də yenidən görüşmək və eşidilmək ümidi ilə salamat qalın.